Yol nişanlarını düzgün hərəkətlə öyrənək. Yolların kəsişməsi ilə bağlı nişanlar qrupu var. İndi o haqda danışacağıq. Yol nişanlarını öyrədən rubrikanı Azparking təqdim edir. Bu rubrikamızda sizə 1.6.1 nişanından 1.6.6 nişanınadək olan nişanlar qrupundan eyni əhəmiyyətli yolların kəsişməsi nişanları barədə məlumat veririk. 1.6.1, 1.6.6 nişanları eyni əhəmiyyətli yolların kəsişdiyi və ya birləşdiyi, yaxud şaxələndiyi yol ayrıcına yaxınlaşma barədə xəbərdarlıq məqsədi ilə tətbiq olunur. Bu nişanlar yaşayış məntəqəsindən kənarda kəsişmənin görünmə məsafəsi 150 metrdən, yaşayış məntəqəsində isə 50 metrdən az olan eyni əhəmiyyətli yolların kəsişməsinin qarşısında quraşdırılır. Nişan həmçinin üstünlük nişanları ilə hərəkət növbəliliyinin müəyyən edildiyi qaydanın ləğv edildiyi yol ayrıcının qarşısında quraşdırılır. Bu nişanlardan hər hansı birinin qarşısında görən sürücü yaxınlaşdığı yol ayrıcında keçid növbəliliyi müəyyən edən üstünlük nişanının, yəni ikinci qrup nişanların olmayacağını bilməli və kəsişən yolların örtüyünün növündən, onlardakı hərəkət intensivliyindən və başqa amillərdən asılı olmayaraq bu yol ayrıcını keçərkən eyni əhəmiyyətli yolların əmələ gətirdiyi yol ayrıcını keçmə qaydalarına, yəni sağdan yaxınlaşan nəqliyyat vasitəsinə yol vermək və s. əməl etməlidir. Nişan yaşayış məntəqəsindən kənarda yol ayrıcından 150-300 metr qabaqda, yaşayış məntəqəsində isə 50-100 metr qabaqda qurulur. Yol nişanlarını öyrədən rubrikanı Azparking təqdim etdi. 7302 nömrəsindən belə bir sual verir. Bazar günləri parklanma pulsuzdur, amma yenə də parklanma vurmaq lazımdır. Elə buna Azparking cavab verir. Hörmətli sürücülər, bazar günləri parklanma tamamilə ödənişsizdir. Həftənin digər günlərində isə saat 22-dən, yəni axşam saat 10-dan səhər saat 7-yə qədər parklanma üçün ödəniş tələb olunmur. Bu müddətdə, yəni həm də bazar günləri, hansı ki ödəniş yoxdur, məntəqələrin doluluq vəziyyətinin düzgün görünməsi üçün vaxt açmağını sadəcə tövsiyə olunur. Bu nə üçün lazımdır? Ona görə ki, məsələn, siz orada saxlayırsınız, artıq park yeri deyək ki, doludur, mən də gəlirəm orada, görürəm ki, boş göstərir. Bu, vətəndaşların, sürücülərin işini çətinləşdirir. Ona görə də açmaq məsləhətdir, onsuz da ödəniş olmayacaq. Yəni, bəli, ödəniş olmayacaq. Başınız axşamaza qədər orada qalsa da, ödəniş eləmək istəsəniz deyirik ki, borcunuz sıfırdır. Amma sürücülərin işi belə vəziyyətdə. Siz vaxt açırsınız, mən vaxt açıram. Başqalar artıq işini planlaya bilir, yollarını düzgün seçə bilirlər və sürücülər həm də onu bilsinlər ki, orada parklanma yerləri ki var, artıq parklanma yerlərinə Waze vasitəsilə marşrut da seçə bilirsiniz. Üstəgəl hələ o bilirsən nətər adamda nə yaradır. Məsələn, vərdişə çevirirsən də onu. Bazar günü daşdın, bazar günü aşmadın, sabah yadından çıxdı, birinci gün daşmadın, bir də görürsən cərimə gəldi. Bəli. O vərdişə çevirir. Vərdişə çevirirsə pis şey vərdişə çevirməyə.